Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Binə qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücü 2000-ci il təvəllüdlü Əliyev Rəvan Nizami oğlu və onun sərnişinləri 2003-cü il təvəllüdlü Hüseynova Zeynəb Məhərrəm qızı və Əliyeva İlkanə İlkin qızı xəsarət alıblar. Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda naməlum piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən piyadanı vurub. Şəxsiyyəti hal-hazırda dəqiqləşdirilir. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Şəmkiri sakini ehtiyatsızlıqdan güllə yarası alıb. Hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb. Kənd sakini 55 yaşlı İlxan Mailov ağacdan yıxılan zaman əlində olan silahdan atılan atəş nəticəsində xəsarət alıb. İlxan Mailov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.